Hər vaxtınız xeyir olsun. Bugün sobada qiyməli piraşki hazırlayacağım. Başlanğıc olaraq qaba təxminən yarım kilo un əlavə edirəm. Daha sonra duz və mayanı qarışdırıram. Üzərinə əvvəlcədən hazırladığım süd qarışığını əlavə edəcəm. Süd qarışığı üçün yumurta, qatıq, duru yağ və kərə yağını qarışdırıb azacıq iliklaşdırıram. Sonra unu əlavə edirəm. Yumşaq xəmir halına gələnə qədər un əlavə edib yoğurmağa davam edirəm və mayalanmağa qoyuram. Bu vaxt içlik üçün 2 orta ölçülü soğanı qovurub, üzərinə 500 qram qiymə əlavə edib, duz və istiotla qovururam. Xəmir mayalandıqdan sonra kündələrə bölüb, içlik əlavə edir və kənarlarını möhkəm olacaq şəkildə bağlayıram. Yağlanmış soba sinisinə düzüb, üzərinə yumurta sarısı çəkib, sobada qızarana qədər bişirirəm. Çox doyumlu və ləzzətli alınır. Əminəm ki, hazırlasanız çox bəyənəcəksiniz. İndidən hazırlayanlara nuş olsun və paylaşımlarım sizi yormursa, izləməyi və bəyənməyi unutmayın. Dəstəyiniz üçün təşəkkür edirəm.